Salamlar. 42 yaşında kişi xəstə kəskin insult olub. Yaxın dostumun qohumudur və MRT-sinə baxmağımı xahiş ediblər. Xəstə hal-hazırda özü xəstəxanadadır və dedim sizinlə bir yerdə baxın, bəlkə tələbələrə, rezidentlərə maraqlı olar. Addım və addım insultda necə baxırlar MRT-yə. Burada birinci nəyə baxmaq lazımdır? Bu xəstədə hardasa, yəni mənə göndərdikləri artıq xəstə 24 saatdan artıq xəstəxanadadır da, mən indi baxıram, amma MRT həmən gün çəkilib. İndi baxaq görək burada görmək olurmu? Birinci DV'yə baxırıq. Baxırıq ki, burada difuziya problemi varmı MRT-də? Difuziya problemi olduğu zaman onu parlaq nöqtə şəklində görürük ya da parlaq lezyon şəklində görürük. Deyib burada birini görə bilirik. Məsələn, bura haradır? Bura medulla oblongatadır və birində burada gördüm. Burada ponsdur. Middle cerebellar peduncle, cerebellum və pons və xəstənin bildiyimə görə facial parezi var, yəni üst fəlci parezi var və özüm müayinə eləmədiyimə görə dəqiq bilmirəm. Amma bu MRT-yə baxaraq demək olar ki, bu xəstədə periferik sinir felcidir. Yəni həm gözü bağlanmır, həm də ağzı bir tərəfə əyilib, lor dildə desək və bu da niyə olur? Üst sinir növələri ponsda yerləşir və bu lezyon ona uyğun gəlir. DV-yə baxdıqdan sonra ADC-yə baxmalıyıq. Baxmalıyıq ki, bu DV-də gördüklərimiz həqiqətli yoxsa yox. ADC-də DV-nin əksinə olaraq insultda daha tünd şəkildə görürük lezyonları. Bu medulla oblongatadakini tapa bildik. Burada ponsdakına baxaq. Burada bir şey ola bilər, amma tam yaxşı görsənmir sözün düzü. Burada iki variant ola bilər. Radioloqlar düzəltsinlər mənə əgər səhvimsə. Biri ola bilər ki, sadəcə ponsdur, beyin sapıdır. ADC bəzi hallarda çox aydın göstərməyə bilər. İkinci də ola bilər ki, bu MRT çox tez çəkilib və ona görə DV pozitivdir, amma ADC hələ tam pozitiv deyil. Yəni bu ponsdakini tam görə bilmədim. Ondan sonraki addım T2-yə baxırıq. Təbii ki, hər vaxtınız çoxdursa T1-dən başlaya bilərsiniz. T1 anatomiyanı dəyərləndirmək üçün çox yaxşıdır. Birinci T1-dən başlayıb sonra digərlərinə keçə bilərsiniz. İndi T2-dən baxaq nə var? Burada T2-də bayaq gördüyümüz ponsdakı lezyonu görə bilirik. Medulla oblongatadakı da lezyonu görə bilirik. A maddədə belə kiçik ocaqlar var. Buradakı kimi sonra bunlar böyük ehtimal xroniki qliotik ocaqlardır. Flayerdə yenə medulla oblongatadakı lezyonu görə bilirik. Ponsdakı lezyonu tam aydın görə bilmirik. Böyük ehtimal mənim düşündüyüm düzdür. Yəni bu MRT hiperakut çəkilib və ona görə T2 pozitivdir, DV pozitivdir və Flayer hələ yəni tam da göstərmir. Yəni buna DV Flayer mismatch deyirlər. İnfarktın çox erkən aşamalarında pozitiv olmaya bilər. Digər məsələn sagital MRT də önəmlidir. Düzdür, insultda mən çox baxmıram, amma digər xəstəliklərdə məsələn MS kimi korpus kalozumu dəyərləndirmək üçün çox önəmlidir baxmaq. Sonra koronar var. Bundan sonra əslində biz Almaniyada SV-yə baxırıq ki, kiçik qanamalar varmı, yoxmu? Amma burada Azərbaycanda bu xəstədə çəkilməyib. Təəssüflər olsun ki, ona görə ona baxa bilməyəcəyik. Bundan da sonra kontrast maddə verilibsə, yəni MR angiografiya olunubsa, damarlara baxırıq ya da top varsa, damarları dəyərləndiririk. Angiografiya olunmayıb, buna görə bu xəstədə damarları dəyərləndirə bilməyəcəm. İndi görək radioloji bulğuda nə deyirlər.